Hörmətli izləyicilər, Tovuzların Könüllü İctimai Nəzarət Təşkilatının sədri Ramiz Həsənov hal-hazırda bu video çarxı Şəkərin Tovuzların Düz Qırıqlı kəndindən hemen bu kənddə asfalt işi aparılıb. Bu yolda gəlib təxminən bir 300-350 metrada keçən ildən asfalt örtülübdür. Bu gördüğün yol yaxşıydı. Onlar sihirde qazıdık bu yolu ki üstündeki asfalt çəkməyə. 300-350 metre yolu onlar bərbət hala salıblar, bura tökmüşlər. Getdik. Mən belediye ile icra nümayəndəsiyle de söhbət elədim. Onlar deyirdi ki, güya iyun ayının 10'u 15'ine kimi bu örtülecek. Bu asfaltı da salan Gəncə Körpü şirketi olubdur. Hal-hazırda bu gördüğünüz yol pis bərbət günə düşübdür. Heç bir asfalt örtüydü, aparma fikirləri yoxdur. Xahiş edirəm, aidiyyatı qurumlar bu çatdırılsın və aidiyyatı qurumlar bu öz işlərini bilsinlər ki, milləti aldatmaq necə olur. Mən Tovuzların Təşkilat sədri Ramiz Həsənov.